Səlyana gəlmək Hövsana getməkdən rahatdır. O probkada saat yarım Şamaxıdır, buradan keçdi Salyandır, Cəllabaddır, Şirvandır. Bunların hamısını Bakı qiymətinə işləyirik. Salam hörmətli YouTube kanalımızın izləyiciləri, yenə 4-4-cü ay 2025 saat 20:38 biz Salyandayıq. Demək Salyanda belə bir yerin izolyasiyası bizim tərəfimizdən icra olunur. Keçən dəfə qeyd etdiyimiz kimi bura qeyri-yaşayış sahəsi olur. Və nəzərə alsaq ki, müştəri bizdən istəyib ki, minimum nə qədər nazik vura bilirsinizsə o olsun ki, mənə lazımdır metal örtük tərləməsin. Məlum məsələ ki, yaşayış sahələrində mümkün qədər məhsul nəzərdə tutulan qədər olmalıdır. İndi onu usta təyin edir və regionlara, bölgələrə görə o qalınlıq təyin olunur və fərqlənir. Amma Salyan biraz isti yer olduğunu nəzərə alaraq, amma nəzərə alsaq ki, məhsul artıq reka ilə bərabərdir demək olar. Yəni minimum ən azı 3 sm var. 3 ilə 4 arası var. Çünki nəzərdə tutulan yaxınlaşdırma münasibətləri görsünüz mü? Bax bu hissələr, bax bu iki hissələr ki var, görsünüz mü bura? Rekanın üstündən ora təxminən 5 sm-dir. Rekanın özündən də pizzanın bu dik yerinə təxminən 4 sm-dir. Demək olar o hissələr hamısı bağlanır. Məhsul poliuretan məhsuludur. Polinor 3D, Polinor 3D məhsuludur. Məhsul zavod tərəfindən 50 il zəmanət verilir. Nəzərə alsaq ki, məhsul yaşayış sahələri üçün nəzərdə tutulan məhsuldur. Bildiyiniz kimi bazarda qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulan materiallar ki var, onlar qeyri-yaşayış sahəsi, yəni ambarlar, digər sənaye tipli məhsullardır. Amma yaşayış sahəsi üçün olan məhsulların üstünlüyü bundan ibarətdir ki, məhsulun ekoloji baxımdan sertifikatı var. Yəni, məhsul insan sağlamlığı üçün faydalıdır və yaxud yararlıdır. Belə, sahəsi təxminən 600 kvadrat metrə yaxındır, demək olar. 2-3 gündür biz işləyirik. Nəzərə alsaq ki, buranı biz yalnız axşamlar icra edirik. Axşamlar icra etməyimizin səbəbi bundan ibarətdir ki, günüş saatlarında metal örtükdə nəzərdə tutulan istilikdən çox olur. Nəzərdə tutulan istilik metalda çox olduğu üçün biz bu işi gecə icra etmiş oluruq. Ümumiyyətlə, yay ayları gəldisə, bizim tərəfimizdən bu kimi müasirlər ancaq axşamlar icra olunur. Yenə də qeyd edildiyimiz kimi istisna olaraq indi günüz günəşsiz olar, buludlu olar, o zaman icra etmək olar, işləmək olar. Amma 90% hallarda biz bu kimi işləri yalnız və yalnız axşamlar icra edirik. Məhsul 110 dərəcə istiliyə və 80 dərəcə şaxtaya davamlıdır və yaxud da istismar müddətini qeyd elədik. 50 il zavod tərəfindən məhz zəmanət verilir. Məhsul, belə deyib, Rusiya ölkələrində ən öndə gedən məhsullardan biridir. Bir neçə məhsul ki var, öndə gedən məhsullar, onlardan da biri məhz Polinor 3D-dir. İndi məhsul haqqında da səhifəmizdə bəzi məlumatlar ala bilərsiniz. Başqa, Temur usta nə deyəcəyim var? YouTube kanalımız üçün hazırda çəkiliş gedir. Sağ olsun, mən bir şey saxlamadım ki. Yox, gələn də bir təkrar olsa çıxarlaram. Başımı qarışdırma. Boş mu görüm, ha? Belə hörmətli izləyicilərimiz, məsələn, Temur usta bizim danışmaq istəmədi. Danışmağı buraxıb mənim ötəmə. Bizdən soruşurlar məhsulun yanğını ilə bağlı. Ümumiyyətlə, məhsul özlüyündə yanğına meyilli məhsul deyil. Yəni, məhsul alov götürən məhsul deyil. Bu nəzərdə olsun, bəzən bizdən soruşurlar ki, məhsul yanğına davamlıdır. Ümumiyyətlə, yanğın prizması ilə məhsula yanaşmaq düzgün bir yanaşma deyil. Çünki evimizdə o qədər əşyalar ki var, hamısı demək olar yanğına meyillidir. Biz onlara malanda heç birisi soruşmuruq ki, bu yanır yoxsa yox. Məhsul ola bilər ki, kimsə desin ki, yox, mən o mənada soruşmuram. İstidən alışma mənasında soruşuram. Bəli, istidən soruşursunuzsa, ümumiyyətlə məhsul istilikdən alışacaq bir məhsul kateqoriyasında deyil. Çünki məhsula 200 dərəcə istilik dəyidikdə artıq məhsul başlayır yumşalmağa. Əlbəttə ki, 200 dərəcə istilik bu damda olsa, birinci növbədə taxtaların özü alışacaq. Çünki taxtaya demək olar 150 dərəcə istilik dəyidikdə başlayır taxta qızıb özü-özlüyündə alışmağa. Ona görə də nəinki məhsul özü, orada heç bir məhsul taxta və yaxud digər materiallar tab gətirməyəcək. Belə, hörmətli izləyicilərimiz, videonu süni olaraq çox eləmək istəmirik ki, sizin də baxmağınız, fayda götürməyiniz olsun. Salyanda demək biz axşam saatlarında gəlirik bura. Misal üçün, belə deyək də, gün batan sağa gəlib çatırıq bura. Sübh burada qayıdırıq Bakıya. Yəni, sizi inandırım ki, bizə Salyana gəlmək Hövsana getməkdən rahatdır. O probkada saat yarım 2 saatlıq yoldan Salyanda iş götürür. Demək olar Salyanda biz Bakı qiymətinə işi götürürük. Çünki həqiqətən bizə sərf edir. Məsələn, Şamaxıdır, buradan keçdi Salyandır, Cəllabaddır, Şirvandır. Bunların hamısını Bakı qiymətinə işləyirik. Yenə də səbəbi qeyd edirəm ona görə ki, çünki həqiqətən yəni, zaman o qədər də itirmirik də. Uzağı 1 saata, uzaq lap 2 saata, səhər çıxırsan evdən 2 saata. Məsəl üçün, saat 6-da çıxsaq 8-də iş başındayıq. O beləncik. Ona görə də bizi bu məsələlər narahat etmir. Beləcə, hörmətli izləyicilərimiz, Allaha əmanət olun. Yeni iş layihələrində görüşmək ümidi ilə.
114 İzolyasiya qrupu xidmətinizdədir.